Salam gənclər, ikinci dərsimizə başlayaq. Düzbucaqlının uzunluğu onun enindən 2 dəfə çoxdur. Biz ilk dərsdə 10 dənə sual yazmışdıq, indi 11-dən davam edirik. 11-ci sual. Düzbucaqlının deyir, uzunluğu onun enindən 2 dəfə çoxdur. Bir dənə düzbucaqlı çəkək. Belə bir düzbucaqlı. Uzunluq enindən 2 dəfə çoxdur. Enə nə yazaq? Elvina x, uzunluq nə olsun? 2 dəfə çox, 2x. Sonra nə deyir? Əgər düzbucaqlının hər tərəfini 1 metr artırsaq, hər tərəfi 1 metr artırırıq. Nə yazırıq? X toplansın 1 aşağı, 2x toplansın 1. Aha. Artırdıq oldu x toplansın 1, bir də 2x toplansın 1. Onun sahəsi 16 kvadrat metr artar. Yəni, əvvəl sahə nə idi? 2x kvadratı idi. Çünki sahə düsturumuz nədir? M vurulsun uzunluq. İndi isə deyir, onun sahəsi nə qədər artar? 16 metr kvadrat artmış olar. Düzbucaqlının tərəflərini tapın. Gəlin belə edək. Misal üçün, əvvəl sahə buydu. 2x kvadratı idi. İndi bizim enimiz 1 cm artdı, uzunluq da 1 cm artdı. Sahəni necə müəyyən edirik? Eni vururuq uzuna. Yəni, x toplansın 1, vurulsun 2x toplansın 1. Və cavab nə olmalıdır? Əvvəlki sahədən 16 metr kvadrat artıq. Yəni, 2x kvadrat toplansın 16. İndi vuraq gəlin. X-i 2x-ə vurduq Səma? 2x kvadrat. X-i 1-ə vurduq. X. 1-i 2x-ə vurduq. 1-i 1-ə vurduq. Bərabərdir 2x kvadrat toplansın 16. İndi burada 2x kvadratla 2x kvadrat ixtisar olur. Nə qaldı? Toplansın 1 bərabərdir neçəyə? 16-ya. O zaman 3x neçədir? 15. Ay, sağ ol. X oldu 5. Deməli, tərəflər əvvəl neçə imiş? 5 ilə 10. Aydındır mı? Növbəti suala baxaq. Və telefonumuz koda düşdü. Tamam. Parolü dedi Aysu, amma kirmiş dedi ki, eşitməsindir. Yəni, bunu keçirək. Sual 12. 12-ci sual. Düzbucaqlının uzunluğu onun enindən 3 dəfə çoxdur. Yenə bir düzbucaqlı götürək. Uzunluq enindən 3 dəfə çoxdur. Necə yazaq? X bir də 3x. Əgər enini 4 metr artırsaq və uzunluğunu 5 metr azaltsaq, burada artıq biz bir tərəfi artırırıq, digər tərəfini Filiz azaldırıq. Yəni, bir tərəfi 4 metr artırdıq, enini 4 metr artırdıq, x toplansın 4. Ancaq uzunluğunu 5 metr azaltdıq. 3x minus 5. Nə baş verdi? Sahə 15 metr kvadrat artdı. Yəni, əvvəl sahə neçə idi? İndi nə olmalıdır? 3x kvadrat toplansın 15. Ancaq bunları bir-birinə vururuq. Bərabərdir. Əvvəlki sahədən nə qədər artıq? 15 metr kvadrat artıq. Yenə x-i 3x-ə vuraq. Yenə bunlar kvadratlar ixtisar gedəcək. X-i mənfi 5-ə vuraq. 5x müsbət 12x və mənfi 20. 3x kvadrat müsbət 15. 3x kvadratlar getdi. Burada nə qaldı? Mənfi 5x toplansın 12x. Gətirin bunu toplayaq. Neçə elədi bu? 1 mənfi 1 müsbət. Böyükdən kiçik çıxdıq, böyün işarəsini yazdıq. Burada mənfi 20, digər tərəfə müsbət 20 olaraq keçir. 15 ilə toplayırıq. 35 oldu. Məlikə, x neçə elədi? 5. X 5-dirsə, n oldu 5, uzunluq 15. Bu da oldu bizim cavab. 13-cü suala baxaq. Sual 13. Bir kəndə digərindən 2 dəfə çox benzin var yazılıb. Gəlin, necə yazaq bunu? Birində digərindən 2 dəfə çoxdur Elvina. Necə yazırıq?
1'ə x, 1'ə də 2x. Biri olsun 2x, biri də x. 2 dəfə çoxdur. Əgər birincidən ikinciyə 25 litr benzin süzsək, buradan digərinə 25 litr benzin süzdük. Belə olurmu? Hər iki çəndə bunlar bir-birinə nə olur? Bərabər olur. 2x-dən x çıxdıq. Mənfi 25 digər tərəfə müsbətlə keçdi. 50. Deməli, biri 50 imiş, digəri də 100. Çox sadə sual idi sizin üçün. Davam edək. Əvvəlcə hər ikisini istəyir. Biri 50 imiş, biri də 100. 14-cü suala baxaq. 14. Bir ambarda digərindən 2 dəfə çox buğda var. Necə yazırıq? Bir ambarda digərindən 2 dəfə çoxdur. Ay, sağ ol. 2x və x. Sonra nə deyir? Birinci ambardan 750 ton buğda çıxarıldı. İkinci ambara isə 350 ton buğda əlavə edildi. Demir çıxarıldı, artırıldı. Sadəcə birindən çıxarıldı 150 ton. Digərinə isə 350 ton əlavə edildi. Ay, sağ ol. Bundan sonra nə baş verdi? Bundan sonra hər iki ambarda buğdanın miqdarı bir-birinə bərabər oldu. Yəni, bunları bir-birinə bərabər edirik. Bundan bunu çıxın. Ayşə, 350, 150 bu tərəfə mənfi idisə necə keçir? Aha, nə olur cavab? 350 ilə 150 topladıq. X oldu 500. Salam, gəlin. Keçin. Arada tənəffüs oldu. Dərsdə. Keçin. Salam. Aha, deməli, x neçə oldu? 500. Deməli, bu oldu 500. Burada 1000. 2'yi 500'e vurduq, cavab oldu. Devam edək. Sual 15'ə baxaq. Sual 15. 15'də deyilir, bir kisədə 600 kilo, digərində isə 80 kilo şəkər var. 600 yox, birində 60, digərində 80. Yazaq, birinə 60 kilo, digərinə 80 kilo. Görək nə baş verir. İkinci kisədən birincidə olandan 3 dəfə artıq şəkər götürdükdən sonra, ikincidən deyir, 3 dəfə artıq şəkər götürüldü birinciyə nisbətən. İkincidən birinciyə nisbətən 3 dəfə artıq şəkər götürüldü. Yəni 60-dan x götürülüb, 80-dən 3x götürülüb. Birinci kisədə ikinciyə nisbətən 2 dəfə artıq şəkər qaldı. Burada bura nisbətən 2 dəfə artıq şəkər qaldı. Onda biz bunları bir-birinə bərabər etmək üçün ikinciyi nəyə vurmalıyıq? 2-yə. Niyə 2-yə? Çünki normalda buradan 2 dəfə artıqdır. Bərabər etmək üçün gərək 2-yə vuraq. Hər kisədə neçə kiloqram şəkər, hər kisədən neçə kiloqram şəkər götürülüb ayrı-ayrılıqda. Gəlin belə edək. Yazaq, 60 mənfi x bərabərdir 2 dəfə 80, 160, 2 dəfə mənfi 3x, mənfi 6x. Mənfi 6x-i digər tərəfə bərabərin digər tərəfinə müsbətlə keçiririk. Müsbət 6x, müsbət 6x-dən x çıxırıq, 5x, 160-dan 60 çıxırıq, 100. X də bərabərdir 20-yə. Və x 20-dirsə, deməli, əvvəl birinci kisədən 20 kilo şəkər götürülüb, ikincidən isə 60 kilo şəkər götürülüb. Niyə? Çünki 3 dəfə artıq dedi, 3-ə vurduq. Və həqiqətən də burada qaldı 40, burada qaldı 20. 40 da 20-dən neçə dəfə artıqdır? Həqiqətən də 2 dəfə artıqdır deyildiyi kimi. 16-cı suala keçək. Gəlin ekranı kiçildək. Texnologiyanı işə salaq. 16-cı sual. Yazaq burada. Sual 16. Birinci çuxura 55 ton silos doldurulub. Silos nədir bilmirəm. Birinciyə 55 ton doldurulub. Yazaq 55 ton. İkinciyə isə 63. 63 ton. Sonradan ikincidəndir. Birinciyə nisbətən 2 dəfə artıq çıxarıldı. İkincidən birinciyə nisbətən 2 dəfə artıq çıxarıldı. Yəni buradan
55-dən x çıxarılıb, 63-dən 2 dəfə artıq çıxarılıb. 2x. Orada birincidən 5 ton az qalıb. Burada birinciyə nisbətən 5 ton az qalıb. Yəni, bərabər olması üçün ya mən ikinciyə 5 artırmalıyam, ya da birincidən 5-i çıxmalıyam. Niyə? Çünki bərabər etməliyik. Burada birincidən deyir 5 ton az qalıb. 55 mənfi x bərabərdir 63 mənfi 2x. Amma bərabər olması üçün dedik ki, bura nə əlavə etməliyik? 5. Çünki normalda 5 ton azdır. Və yazaq, mənfi 2x-i digər tərəfə müsbətlə keçirək. 2x mənfi x bərabərdir 63 ilə 5-i toplayın. 68 üzərinə də 55 artırın. Artırmırıq, yox. Burada müsbətdir, digər tərəfə mənfi ilə keçir. 68-dən də 55 çıxsaq, 13. Deməli, x neçə oldu? X 13-dürsə, ikincidə 26. Və gəlin 55-dən, misal üçün 13 çıxaq neçə elədi? 42. 63-dən də 26 çıxaq. 37. Aralarındakı fərq neçə elədi? 5. Aydındır mı dünya? Devam edək. 17-ci sual. Gəlin ekranı biraz da kiçildək. Kiçiltdik. 17-ci suala baxaq. Diqqətli olun, maraqlı sualdır. Bir hovuzda 200 metr kub su var. Milana 200 metr kub su var. Digərində isə 112 metr kub su var. Elvina, burada deyir ki, hovuzlara su əlavə etmək üçün borular açıldı və əgər ikinci hovuz hər saatda birincidən 22 metr kub çox su ilə dolsa, ikinci hovuz, yəni bura hər saata birinciyə nisbətən 22 metr kub daha artıq su əlavə olunur. Misal üçün, bir saata bura nə qədər əlavə olunsun? X, ancaq bura nə qədər olunur? X toplansın, demir 22 dəfə, onda yazardıq 22x. Deyir ki, 22 metr kub artıq, yəni x toplansın 22. Tamam. Neçə saatdan sonra hər iki hovuzda eyni miqdarda su olar. Neçə saat keçməlidir ki, hər ikisində də sular bir-birinə bərabər olsun. Bunu necə yaza bilərik uşaqlar? Bir saata x olur. Burada isə bir saata x toplansın 22 olur. Neçə saatdan sonra bunlar bir-birinə bərabər ola bilər? Əslində əvvəl közüydü. Necə? Əslində əvvəl közüydü. Gəlin deyək y saat. Y saat olsa, o zaman biz belə yazaq. 200 toplansın x, y saat sonra bərabərdir. 112 toplansın, y vurulsun, x toplansın 22. Niyə bu cür yazdım mən? Dedim ki, y saat sonra, y saat. Biz bunu tapmalıyıq. 1 saata x isə, y saata x vuraq, y-dir. 200 var idi, y saata da y vuraq, x üzərinə artdı. Və bu bərabər olmalıdır nəyə? 112 var idi, hər 1 saata x toplansın 22-dirsə, y saata da y vurulsun, x toplansın 22. Aydındır mı burası? Və bunlar bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Yazaq, 200 toplansın x, y bərabərdir 112 toplansın x, y vurduq bunları bir-birinə və y 22-yə vuraq, 22 y. İndi baxın, bunlar ixtisar getdi, çünki bərabərin digər tərəfinə mənfi ilə keçir. Nə qaldı burada? 200 mənfi 112 neçə elədi? Ay, sağ ol. Hündürdən də eşitmirəm. 88 nəyə bərabərdir? 22 y. Ay, sağ ol da bu. Y bərabərdir 4. Deməli 4 saat sonra bunlar bir-birinə bərabər olacaq. Aydındır mı? Okey, devam edək. Sual 18. Artıq suallar biraz da gəlizləşir və maraqlıdır. 100 nə idi? 18.
18-də deyir, bir hovuzda 160 metr kub, digərində 117 metr kub. Yazaq 160 metr kub və 117 metr kub. Hovuzlara yenə də borular qoşuldu. Əgər ikinci hovuz hər saatda birincidən 14 metr kub artıq su ilə dolsadır. İkinci, birinciyə nisbətən. Yenə bura olsun x, bura olsun x toplansın 14. Neçə saatdan sonra ikinci hovuzda birincidən 13 metr kub artıq su olacaq. 13 metr kub artıq su olacaq deyir. Neçə saatdan sonra? Artıq demir neçə saatdan sonra bunlar bir-birinə bərabər olacaq. Deyir, neçə saatdan sonra ikinci birincidən 13 metr kub çox olacaq. Yenə y saat deyək. Yazaq 160 toplansın x, y. Burada 13 artıq olmalıdır. Onda yazaq bərabərdir. 117 toplansın. 177 yazdım. Bunu dəyişək. %117 toplansın y vuraq x toplansın 14. Burada nə qədər artıqdır? 13 bərabər olması üçün 13'ü çıxmalıyıq. Aydındır mı? Yəni mən bunu bərabər etmək üçün gərək 13'ü çıxam. Çünki sualda bizə deyir ki, neçə saatdan sonra 13 artıq olacaq. Aydındır mı? İndi gəlin baxaq. Yazaq. 160 toplansın x, y bərabərdir. 117 toplansın x, y toplansın 14y mənfi 13. X, y-ləri ixtisar edin. 160 bərabərdir. 117-dən 13 çıx. 104. 104 toplansın 14y. 14y nəyə bərabərdir? 160 mənfi 104. O da neçə elədi? 56 mı? 56. Y nəyə bərabər oldu? Yenə cavab oldu 4 saat. Sual 19. İki tövlədə ot yığılıb. Birinci, ikinciyə nisbətən 3 dəfə çoxdur. Ot birincidə, ikinciyə nisbətən 3 dəfə çoxdur. 3x ilə x. Birinci tövlədən ikinci 20 ton ot köçürüldükdən sonra məlum oldu ki, 20 ton buradan çıxarıldı. İkinciyə götürüblər. Məlum oldu ki, ikincidə olan otun çəkisi birincidə qalanın 7-də 5-nə bərabərdir. Baxın, ikincidə olan otun çəkisi birincidə olanın 7-də 5-nə bərabərdir. Bax, bura ikincidəki birincidə olanın 7-də 5-nə bərabərdir. Bunu necə yazaq? X toplansın 20 bərabərdir birincinin 7-də 5-nə. 7-də 5 vurulsun 3x toplansın 20. Bu da aydındır mı? Allah. İndi gəlin devam edək. 7-ni hara gətiririk uşaqlar? X toplansın 20-nin önünə gətiririk. 7 vurulsun x toplansın 20 bərabərdir 5 vurulsun 3x mənfi 20. Elə bir çarpaz elədik də 7 ikinci tənliyin məxrəcindədir. Birinci tənliyin məxrəcində də 1 var. Tənasübdür. Çarpaz elədik. 7-ni bu tərəfə gətirdik. 7x toplansın 140. 7-ni həm x-ə vurduq, həm 20-yə. Bərabərdir. Ayşə burada nə olur? 15x mənfi 100. Mənfi 100 ora müsbətlə keçsin. 240. 7x bu tərəfə mənfi ilə keçsin. 8x. X də bərabərdir 30-a. Deməli, birinci 30-dur, ikinci də 90. Keçək dərsimizin sonuncu sualına. Amma sonuncu suala keçmədən öncə gənclər sizdən xahiş edirik ki, kanalımıza abunə olun, dərslərimizi bəyənin, dəstəyinizi əsirgəməyin. Bu arada yazdığımız suallar bu kitabdandır.
riyaziyyat kitabıdır. Daha çox birinci kursa hazırlaşanlar üçün bu kitab məsləhət görülüb. Tərcümə üçün də tələbəmiz, şagirdimiz Asiyaya təşəkkür edirik. Baxaq 20-ci sual. 20-ci sual. Əməli reklam getdi. Dərsdə həm kitab reklam etdik, həm Asiyanı reklam etdik. Yaxşı, 20-ci sual. Burada siz də ola bilərdiniz. Sizin də adınız ola bilərdi. 20-ci sual. Bir fermerin tərəvəz əkmək üçün 2 qonşu sahəsi var deyir. Birinci sahənin, daha doğrusu belə olmalıdır. Birinci ərazinin sahəsi ikincinin sahəsindən 4 dəfə çoxdur. Birinci ərazinin sahəsi ikinci ərazinin sahəsindən 4 dəfə çoxdur. 4x ilə x. Əgər birinci sahədən 10 hektar ayrılıb, birinci deyir ərazidən 10 hektar ayrılıb, ikinci əraziyə əlavə olunsa. Buradan 10 hektar ikinciyə əlavə olundu. Mənfi 10, müsbət 10. İkinci ərazinin sahəsi birincidə qalan ərazinin sahəsinin 3də 2-sinə bərabər olar. Baxın, bunun 3də 2-sinə bərabər olar. Necə yazaq bunu? X toplansın 10 bərabərdir 4x mənfi 10-un 3də 2-si. Belə. Yenə eyni formada 3 gəlir bura. Mənfi 20 bura müsbətlə keçdi. 50 oldu. 3x də bura mənfi ilə 5x. 10 ilə 40. Deməli, birincimiz 40-dır, ikincimiz də əvvəli 10 idi. Bugünlük dərsimiz bitdi, gənclər. Yenə təkrar edirik. Öz dəstəyinizi əsirgəməyin, kanalımıza abunə olun və video dərslərimizdə bəyənməyi unutmayın. Sağ olun, gələn dərslərdə.